Kendimin yanına gittim. Yanına aparmışım. Uşağı ki ay böyle. Zəng demişəm şalamıyan ki, apar uşağını, apar bir yetim səni apar ona. Aparmışım, aparması mən də bilirəm, aparmışım. Deyim o sənə, yarınaqda mal qoyun güdəndə uşağa dedim ki, ay belə, buzovu, malı bağla bir köylüyə, buzovu oradan açmadan bana, gəlsin geçsin arasından söyleyin. O da buzovdan qabağa özün. Axırı arasında təpiyinədən, bununsa bağlı yüzü kimi gidilir. Onu lazım görür ama böyle ben size buzov demişəm. Deməmişəm sən geçir onu. Böyle demişəm, benim için bir adamlar, bir adamı bile beni harap ediyorlar, adamı beni akşam ediyorlar, mazlum demeler yok. Anlamaz mısın? Ben sen demedim ki, sen apar o uşağı. Ha, nanar mısın? Ne? Hele gelip siz üç neferle mal koyun götürün. Yani vay, artık meşer anlamlar ki siz adamı ekip ürüyen ele bölümünde var. Az ben sen dememiştim ki kanka, apar o yetim seni, oraya götür mal koyun götür. Az demedim ben sana onu. Ben ne oldu? Niye? Azarla seni. Gel aynen de, beni bir şey söyle. O zaman ben yapma. Koyundan bana şu dedi. Vay. Azra yolumuz barındır, azra korunur aslında. Bana derler gözden kendim. Şöyle kimsen uşağım buna yıkan yere. Ne kadar sorsan bana, böyle yedinsin uşağına bana dövüp gönder. Lazım diyor ama. Kırmızı yaşlar yedinsinden dalaşabilir. Bağlar diye sana polisin beni sindir. Seni sindir. Lazım diyor ama. Ama. Ne tanışın? Bana koyuyorsun sizler kendim evim. Gelmez. Bu 3 tane kapından koyma. Dönce. Böyle 3 tane kapından koyma. Bu 3 tane haçtan koysun. Bağladan da kaynadan. Bundan bir 15 tane koyun. Her şey güzel mi? Bu 3 tane koyun ne güzel? 3 tane koyun. Biri şamkanı, biri bağladı, biri melekse. Dinle. Vay, sen ben koyun bir tutar. Ne olacak? Sen o koyun, ben oğlum koyun, sen de o dans etsin. Ben oğlum dans etsin, sen de o koyun. Şimdi gördüğün nasıl oldu? Yumbazdan olsun, kesin. Gördüm. Sizce ne sanırsın? Bu sinif yoldaşım bu Kamal. Ha bax, istəyir ki, yığışaq da. Uşaqlarda yağ bir yana. Ondan danışırdım. Gör nə deyirəm. Sən nəcəb özübə Niva maşını aldın? Bu kasıbladın yoxsa bu gözdən pərdə asmaqçı olun? Sən məni çağırdın ki, gəl oturub yeyək içək. Mən də fikirləşdim ki, öz maşınımla gəlsəm, dala qayıda bilməyəcəm. Ona görə Nivanı aldım ki, əşi, qalır orada qalsın cəhənnəmə ki, nəyinə lazımdır. Daidinə adına razım maşın kimi almışam ki. Ondan biri də var idi də məndə o vaxtı. O vaxtı. Qədir, Sürürdüm. sən nə əcəb Niva almışsan? Söhbət elə olmayıb ki. Bu neçəncili də, bu 2 gündən əvvəl. Geçə bir dənə gəmi aldım özümə bahalı. Gördüm gəmiyə vuruldum da, mənə bilmirsən. Pulu var da, şərait var. Bu gəmi satanın, hələ bir ki, xırdası olmadı mənə pul verməyə. Onu izzat əvəzi götürdüm, hələ atdım qaldı orada. Qaraja? Yox, nə qaraja, Oturduq yedi-içli uşaqlarla. Dərədən atdım aşağı. Qudurmuşam da. Zarafat edirəm. Nəsə də atdım da, mən Niva sürəmədim. Sənə geç adamsın. Qadir, sən bu karantin vaxtı neynədin? Ay kişi, mənim evdə ürəyim partlayır və ürəyim... Mən sana o vaxtda dedim ki, bu torpağı alanda biraz gen götür də. Bu 4 hektarda adamın ürəyi sıxılar da. Buradan gəlib basayında çimdirsən. Sonra Parnoya gedmək üçün nə qədər yol gedirsən. Oradan da restorana gedmək üçün nə qədər yol gedirsən. Adamın ürəyi sıxılar da. 4 hektar nədir? Qadir, əlimdə biraz pulum var. Bilmirəm, o pulu nəyə qoyam, pul götürəm. Pul götürəsən. Bu dəqiqə çətindir, inanırsan, bu dəqiqə pul qazanmaq çətindir. Heç də pul yoxdur. Pul olsa qoyun quzu da var da. Deyim mən, 5000 dənə quzu aldım, qoyun quzu. Göndərdim Yeznəyə. İndi hərəsi bir bala versə, bir 10.000 dənə quzusu var. Bu kənd quzusu başqa olur da, başa düşdün. Dadı başqa olur. Şərait yaratmışam, dolanırlar da. Onun nə fərqi var? Nə fərqi var? Mənlə məzələnirsən. 10.000 dənə quzunu mən mırta saxlayıram. Dur gedək, dur gedək. İşlərimiz çoxdur. Bunu götürəsiz uşaqlar. Gör nə deyirdin? O bizlə o qara
10.000 dənə quzu deyirdin. Hanı bəs onlar, hə? Abi bir sən atardı. Bu yəqin bu xəstə quzulardır. Onları sürüyə göndərməyib də, başa düşdün? Onlara qoşmayıb. Gör nə deyirəm? Sandığından da üzünüzə baxa bilmirəm. Abi papağını qaldır bax da, nə olub ha? Nöş baxa bilmirsən ha? Ha, bəlkə sürünü yeyib talamışsa ha? Qaça-qaçda gəlmisən. Olmaya eşitmisən ki, sürüdəki quzuları yediyimizi yemişik, yeyə bilmədiyimizin də ətini doğrayıb satmışıq. Yediyimizi yemişik. Bu quzunun ətindən bir tükə də çörək yeməyib. Hamısı yavan-yavan yeyir. Yavan yavan. Ha, yemişik, əzəb eləmişsən. Ha. Qəşəng xeyir tutmusan ha qaqa. 10.000 quzudan cəmisi 3 dənə xəstə quzu qalıb. Hə? Hə? Gör nə deyirəm? Mən sizinlə sonra söhbət edərəm. Bu quzuları qoyun başına, gedək ona kebab eləyək yeyək. Hə, bilgədir. Dəstən bu üstədən aparırsan, sürəkmirsən biz burada da yeyək. Ha, nə yeyəcəksiniz? Mən bu dəqiqə sənə yağlı birini yedizdirərəm.